Hər kəs salam dostlar, kanalıma xoş gəldiniz. Deməli, bu günlərim sizlər üçün Payoniks tətbiqi haqqında danışmaq istəyirəm. Bundan öncəki videomda bu tətbiq haqqında sizə məlumat vermişdim və bu tətbiqdən necə kredit götürmək lazım olduğunu, yəni sizə videoda göstərmişdim. İndi isə götürdüyünüz məbləği necə geri qaytarmaq olar, onu sizə başa salacağam. Yəni əslində bu videonu məndən çox istədiniz. Ona görə sizlər üçün çəkib paylaşıram. İlk öncə kredit ödəməmişdən öncə kart əlavə et. Kartınızı əlavə edirsiniz. Mən burada şifahi olaraq sizə göstərim. Ondan sonra necə ödəmək lazım olduğunu sizə başa salacağım. Eyni qaydada adınızı, soyadınızı, kartınızın üstündəki 16 rəqəmli kodu və bitmə tarixini, CVC kodunu yazdıktan sonra təsdiq etdiyini vurursunuz. Və balansınızdan 1 qəpik tutur və həmən pulu geri qaytarır. İndi isə mən kartımı bağlayıb necə ödəmək lazım olduğunu sizə başa salacağım. Kartımızı bağladıktan sonra kredit bölməsinə daxil oluruq və burada kredit götür, ani kredit. Bunun üzərine tıkladıqda ən birinci olan və həmən şəxsin fin kodunu yazırsınız və azı şəxsiyyət nömrəsini yazdıqdan sonra özünüzü selfie çəkin. Bunun üzərine tıkladıqda həmən bölmə açılır və şəklinizi çəkdikdən sonra belə bir bölmə açılır. Gördüyünüz kimi 100 manat kredit götürmüşəm və yerinə 119 manat 80 qəpik pul ödəməliyəm. Deməli, ödənin üzərinə klik etdikdə və 119.80 üzərinə tıkladıqda ödənin üzərinə vurursunuz. Bəli. Bəlinə vururuq və gördüyünüz kimi tamamlandı. 119 manat 80 qəpik. Məndən bu videonu çox istəmişdiniz. Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəldisə də kanalıma abunə olub videonu bəyənməyi unutmayın. Videomuz bu qədər. Sağ olun, özünüzə yaxşı baxın. Hər kəs salam dostlar, kanalıma xoş gəldiniz. Deməli, bu günlərim sizlər üçün Payoniks tətbiqi haqqında danışmaq istəyirəm. Bundan öncəki videomda bu tətbiq haqqında sizə məlumat vermişdim və bu tətbiqdən necə kredit götürmək lazım olduğunu, yəni sizə videoda göstərmişdim. İndi isə götürdüyünüz məbləği necə geri qaytarmaq olar, onu sizə başa salacağım. Yəni əslində bu videonu məndən çox istədiniz. Ona görə sizlər üçün çəkib paylaşıram. İlk öncə kredit ödəməmişdən öncə kart əlavə et. Kartınızı əlavə edirsiniz. Mən burada şifahi olaraq sizə göstərim. Ondan sonra necə ödəmək lazım olduğunu sizə başa salacağım. Eyni qaydada adınızı, soyadınızı, kartınızın üstündəki 16 rəqəmli kodu və bitmə tarixini, CVC kodunu yazdıktan sonra təsdiq etdiyini vurursunuz və balansınızdan 1 qəpik tutur və həmən pulu geri qaytarır. İndi isə mən kartımı bağlayıb necə ödəmək lazım olduğunu sizə başa salacağım. Kartımızı bağladıktan sonra kredit bölməsinə daxil oluruq və burada kredit götür, ani kredit. Bunun üzərine tıkladıqda ən birinci olan və həmən şəxsin fin kodunu yazırsınız və azı şəxsiyyət nömrəsini yazdıqdan sonra özünüzü selfie çəkin. Bunun üzərine tıkladıqda həmən bölmə açılır və şəklinizi çəkdikdən sonra belə bir bölmə açılır. Gördüyünüz kimi 100 manat kredit götürmüşəm və yerinə 119 manat 80 qəpik pul ödəməliyəm. Deməli, ödənin üzərinə klik etdikdə və 119.80 üzərinə tıkladıqda ödənin üzərinə vurursunuz. Bəli. Bəlinə vururuq və gördüyünüz kimi tamamlandı. 119 manat 80 qəpik. Məndən bu videonu çox istəmişdiniz. Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəldisə də kanalıma abunə olub videonu bəyənməyi unutmayın. Videomuz bu qədər. Sağ olun, özünüzə yaxşı baxın.